Hı hı. Belə, bəzi özəlliklər var ki, biz onları adil dikdörtgənlərdə, düzbucaqlarda demişdik. Məsələn, 9-cu sual. Dikdörtgənlərdə nə idi? Diaqonal üzərində. İstəyir diaqonal üzərində olmasın, fərqi yoxdur. Eləmisiniz də Ayxan yəqin ki bunu. İstənilən bir belə deyəlim də nöqtə Bəli. götürdüyümüz zaman qarşı-qarşıya kareler birbirine eşit idi. Yəni 4-ün kvadratı üstə gəlsin 5-in kvadratı. Burada da neçə oldu uşaqlar? 25, 16, çıx 36, bilmirəm. 25 eləyir də elə bilirəm ki, düzdür? Kök altda 5, yəni B bəndi. Kuralı xatırladıq mı Adil, Xədicə? Bəli, Eləmiş. bəli. Hı hı, eləmişdik. Onun sual aid biraz önce soru çözmüşdüm çocuklar. Ne teriydi orada? AA deyəndə bura nə olurdu uşaqlar? 2A olurdu. Yenə də kvadratları A kvadrat bərabərdir 6 kök altında 5'in kvadratına. 5A kare bərabərdir 36 vurulsun 5'e. 5'ler getdilər. A da nəyə bərabər oldu? 6'ya. Bir tərəf oldu nə 12. 12'nin də kvadrat eləyir 144. Sonra çaşdım perimetrini tapdım. Ayşegül xanım deməsin ki. İnci geldi. O internet. 11'i Adil necə eləmisən? İlyas necə eləmisiniz? Mən deyim. Orada, Ben orada buyur qardaşım, buyur, sən dedin birinci. A'ya X2 yazmışam. Bəli, A'ya da X eyni yazmışam. məntiqlər. Tabii. Mən ümumiyyətlə belə bir, indi müəllim təcrübəli olduğu üçün A-nı bura yazıram ki, fərqi yoxdur, eyni şey alınır A İlyas. A-nı bura yazıram ki, A üstə gəlinsin 5, tamam mı? Bir tərəf A üstə gəl 5'dir, ikincisi Sanki. də A üstə gəl. Yenə Pifagora görə A kvadrat üstə gəl. A üstə gəlsin 3'ün kvadratı bərabərdir 15'in kvadratına. Bu da yəqin ki, nə bilim, 9, 12, 15 olur zaten da yəqin ki, düzdür? Hansısa bir Evet. şeydə. Bizden burada ne istəyir? 14 olur bir tərəf. 14 de 4'e vuranda elədi perimetrinə. 56. Davam eləyək 12'yə. Ayxan 12'ni izah elə quz gəzərəm. Mən burada AD DC-yə bərabərdir deyə 90-dan çıxırıq 20, 70, 70, 140, 40, 50, 50, Abi distributor çıxılsın kimi getdin 180, abi imkan 130 verdin. bölü 65. Dur get bala sən televizor. Görsən Adil, görsən cəmaatın uşağı distributordir. 180'dan da 50 çıxanda eləyir. Adilləmişdin də bu sualı düzdürmü? Məndə 9, 12, 15 sual idi. Görürsün. Bu bucaq sualıdır da, bu bucaq sualdır. Ayxan məktəbdə başa salarsın Adil, yaxşı? Hı hı. İnci başladın mı bunu? Ayşegüllemiştin kızım bu sualı. Bunu yazmıştım ben. Eləmişdim. Neyse bugün Adil'de elə bir gözdəyməz ad var, elə bir uşağı gözdəyib elə bir. Yoxsa qartopunun fəsadlarıdır. Adil 13 izah ilə görək. 13-cü sualı. Hı hı. Burada A7 eşkənarı görməyənlər olur ha bəzən ha. Bəli. Buyur əfəndim izah ilə görək. Məndə yazdınız da hamısı. 35'dən də 30 çıxanda belə. Da sən gec qalanda mən də belə eləyəcəm də. 2 saatı yatırsan. Mən ağzımı açmamışdım mən. Aç da ağzı bu da. Bunu kim eləməmişdi Ayıncı Ayşegül, İlyas? Eləmişdim. Eləmişdim. Eşkənarı zaten 60'ı oraya yazan kimi zaten çıxır. 14'ü. Xədicə izah ilə 14'ü görə Evklid yenə də. Bəli. Burada uzatdım olur. Nə yazmışam? Hə. 16-sı deməli 15-75-dən H4 H-dırsa deməli G-dən çəkdiyimizdə 4 olur. BC də 16-dır. 4 yazmışdıq. Deməli x-də 12 olur. Halal olsun. Alqışlayıram səni canı gönüldən Xədicə. Həqiqətən də mükəmməl. Əla. Tamam. Gəldik 15'ə. Hə, 15 əsl tipçilərin Mən sorusu. eləməyə çalışmışam.
Biraz Canım. getmişəm, amma deyəsən hesabımı səhv eləmişəm. Niyə Bu alınmadı? soruyu çözən var mı arkadaşlar? Mən eləmişəm mən. De İlyas, Mən de. De. De, bir dakika, bir Birinci dakika. orada- Adil eləmirsən sən bunu, Adil. 15 müəllim mən. Dedim axı 19, 12, Hədə 15 dedim, müəllim. mən elədim, eləmirsən. Buyur İlyas, buyur İlyas. Birinci orada YCD 45 dərəcədir. Orada ADC 90. Bəli. Bəli. Y bucağına da 30 dərəcə düşür. Ondan sonra D-dən AC-yə hündürlük çəkirik. Bəli. Yəni o biri Bura- diaqonalı çəkən kimi 60, zaten 90 çözülür. olur. Mən bir dəqiqə. Bu 45'i yazın buraya. 45'i yazın buraya. Bəli. Yani rombla karede arkadaşlar. Gördün, yapıştır oraya bucağı. Gördün, diagonalı yapıştır oraya. Buyur Ay İlyas. Ondan sonra 90 dərəcənin qabağı 60-da, 30-da 3 olur. 45-də də İlyas qəşəng. İlyas Mən, əsl. mən nə beləmişəm, amma Ya orada- yenə çəkib hesabımı səhv eləmişəm, bayaq kimi. Sıfır ata bilərəm şəklini. Ayxan, sən savadına şübhəm yoxdur. Yəni sizin zaten bu qrupda zəif uşaq yoxdur. Bəzən şeylik var, narahatçılıq var, yəni qopulluq var. O da insandır da, uşaq da hələ 9-cu sinif. Siz maşallah, siz 9-ların çoxunuz bizim 11-lərin bir 70%-dən daha yaxşısınız. Maşallah, maşallah. Amma söhbət ondan getmir də, adamın hədəfi var, başlayırsınızmı? Bizim hədəfimiz hər zaman 470, 480'ləri konkret olaraq vurmaqdır. Yəni 480 demək 440'ı vurdun ücə Ankara, Qazi, İstanbul tiplər ücə şey olur, kesil balını ücə kesirsən. 480'i keçmək, 480 bir tək Hacettepe'də olur, Sivas'da olur. 460'ı keçdin, məsələn üçün Akdeniz, Ece falan olur. Yəni bu brendliləri vurmaqdır. Yoxsa mən neyinləm ki, hansısa bir zəif uşaqla. Ona görə də yəni şübhəm yoxdur Ayxan. Davam eləyək. 16-cı sual günün ən maraqlı sualı. Buyurunuz. Mən deyim. Asad bilərəm. Ayşegül desin, sonra Deyim. olimpiyadada. Bəli. Burada AA deyirik. Tərəf olur 2A. Sonra burada Evclid'e göre 4A bərabərdir A kvadratına. A da bərabərdir 4 olur. Tələsmə qızım. Yəni h kvadrat bərabərdir k vurulsun Tabii. p-dən. A'lar gedir, A bərabərdir 4'ə. Tərəf 8 olur. Yəni 8 Duvar. olur. Bəli. Görsünüz, olimpiyadaçı Diyanət Liseyi yetişdirir də.